Rahman və Rəhim olan Allah insanları elə proqramlaşdırmışdır ki, insanlar öz əməlinin seçimlərində azaddırlar. Bu azadlığa görə insana faili muxtar deyilir. Yəni insan özü ixtiyar sahibidir ki, hansı yolu özü üçün seçsin. Necə ki, Qur'an-ı Kərimdə Allah Təbarək və Teala buyurur: İnna hadaynahus-sabil imma şakirən və imma kafura. Biz insanları bir yola hidayət edirik. O yol iki başlı bir yoldur. Əgər insanlar istəsələr şükrün dalıyca gedərlər, istəməsələr küfrün dalıyca gedərlər. Yəni bu əməl seçimini biz insanlara vermişik. İnsan nə qədər fail muxtar olsa da, yəni öz əməlini seçməklikdə azad olsa da, gərək bunun cəza və mükafatını da düşünsün. Bu demək deyil ki, insan azaddır, hər bir günahı edə bilər. Xeyr, buna görə insana icazə verilmir. Sadəcə olaraq seçim ona sunulur ki, bunu insan seçməklikdə azaddır. İstəsə özünü küfrə, istəsə özünü şükrə aparar.